Değerli dostlar, gözəl insanlar, baxın, istəyirəm ki, bir daha başqa bir ən asan bir üsul deyim. Qaraciyər təmizlənməsi, böyrək təmizlənməsinə mükəmməl bir üsul deyim. Bir ingrediyentdir, amma çox gözəl effekt verir. Kimin ki şəkəri var, kimin zobu varsa, bəli, deyəcəksiniz ki, zobu olan niyə qaraciyər təmizləməsi etsin? Bəli, bu haqda çox danışmışam. Bundan öncəki videolarda baxa bilərsiniz. Mütləq zobu olan da qaraciyər təmizləməsi etməlidir. Bütün T3, T4 hormonları qaraciyər öddə hazırlanır, sonra böyrəkdə və yuxarı qalxır. Deməli dostlar, allergiyası olanlar, şəkəri olanlar, zobu olanlar, qaraciyər problemlərindən əziyyət çəkənlər, bütün qaraciyər deyib də qaraciyər narahatçılığı keçidən adamlar ağ çörəyi ağzınıza qoyursunuz, köpürsünüz. Nədir? Səbəb nədir? Sancı, qarnınızı qucaqlayırsınız, sancılanırsınız. Xeyr, köpü qaraciyər verir. Köp öd narahatçılıq, öd sizin yediyiniz qidanı qəbul etmədi. Ona görə qaraciyərə siqnal ötürür və qaraciyərdə həzm düzgün baş vermədiyi üçün ona görə də köp yaranır. Və yəni bunu deyirəm ki, bütün allergiyası olanlar, şəkəri olanlar, zobu olanlar, bütün qaraciyərdən əziyyət çəkənlər, süni qida yeyənlər, bir vaxt siz də qaraciyərdən əziyyət çəkəcəksiniz. Ona görə də elə indi profilaktik tədbirə başlaya bilərsiniz. Sizə çox gözəl bir üsul deyəcəm. Bu üsul sizi hətta təsəvvürünüzə gətirin, 6 ay, adam 6 ay, allergiyası olan adam 6 ay bu suyu içib və allergiyadan tamamilə qurtulub. Ondan sonra zobu olan insanlar çox gözəl istifadə ediblər və orqanizmləri safa çıxıbdır. Sizin də orqanizm safa çıxması üçün diqqətlə dinləyin. Deməli, nə lazımdır? Rus dilində buna avios deyirlər. Avios. Google'da axtarış verib şəklinə də baxa bilərsiniz. Tanış ola bilərsiniz, avios nədir, axtarış edə bilərsiniz və yaxud da ingiliscə axtarış verə bilərsiniz, kim bilgisi, yəni dili bilirsə. Azərbaycan dilində də axtarış verib baxa bilərsiniz ki, avios nədir? Avios Azərbaycan dilində vələmir, yəni yulafın rafinə olunmamış, buğdaya oxşuyur. Yəni, siz niyə görə deyirəm buğda? Sümbül kimi tarlada sümbülə oxşuyur, amma fərqlidir. Buğdadan, arpadan fərqlidir. Bu vələmirdir. Vələmir, bəli, düz eşitdiniz. Vələmiri götürürsünüz, təmizləyirsiniz, çox gözəl yuyursunuz. Deməli, yarım litr suyun içinə 150 qram təmiz vələmir tökürsünüz. Bunu 20 dəqiqə vam odda qaynadırsınız. Bəli, düz eşitdiniz, 20 dəqiqə. 20 dəqiqədən sonra ağzı örtülü halda üstünü örtürsünüz, yəni belə bağlayırsınız bütün üstünü. O 3 saat isti yerdə saxlayırsınız ki, daha da dəmlənsin. Soyandan sonra bunu süzürsünüz. Gündə bunu bir dəfə də içə bilərsiniz. Gündə 3 dəfə də içə bilərsiniz. Çox gözəl, qaraciyərindən əziyyət çəkənlər, qaraciyər insulin dirənci yaşayanlar, kolesteroldan əziyyət çəkənlər, qaraciyər piylənməsindən əziyyət çəkənlər, qaraciyərinizi tərtəmiz eləyəcək, billur kimi tərtəmiz eləyəcək. Bununla bərabər qaraciyər təmizlənməsindən kifayətlənmir, böyrəyiniz də tərtəmiz eləyəcək. Amma diqqətli olun, böyrəyində daşı olanlar mütləq həkimə müraciət eləsinlər, çünki tərpədə bilər və bir də ödündə daşı olan adamlara pristup verə bilər. Ona görə diqqətli olacaqsınız. Yaxşımı dostlar? Amma qaraciyərinizdən kim bu problemlər, böyrək, öd problemi yoxdursa, qaraciyərinizi mükəmməl təmizləyəcək. Mükəmməl. Çox güclü bir dərmandır. Yəni yulafın rafinə olunmamış variantıdır vələmir. Oldu mu? Sağ olun dostlar, sağlamlığınızın keşiyində qalın, həmişə sağlam qalın. Sağ olun.